Nəhayət vaxt edib saçıma rəng qoymağa gedirəm. Gəlin bərabər hazırlaşaq. Saç və makyajım hazırdır. Belə bir laynersiz sadə bir makyaj elədim. Sizcə belə yaraşır mənə yoxsa laynerlə? Bunu da qeyd edərsiniz. Və son olaraq qalıb geyimimiz, yəni qəşəng bir kombin edəcəyik hal-hazırda. Deməli ağlımda olan kombin nədir? Belə bir cins şalvarım var. Bunu bu formada qəhvəyi rəngli olan köynəklə kombin edəcəm. Görək nə çıxacaq ortaya. Bu da kombinimiz. Ümumi olaraq belə qaldı. Cins şalvarla məncə qəhvəyə köynək çox qəşəng üst düşdü. Çox qəşəng gedir. Burada bura su dəydirmişəm, inşallah ki quruyar. Üzərimə isə 2 rəngdə trench coat var. Biri qəhvəyi rəngdə, elə köynəyin rənginə uyğun, bir də belə bir bej rəngdə, krem rənginə daha doğrusu. İkisini də yoxlayaq. Bu birinci trench coat. Nəsə rənglər üst-üstə bilməm, qəribə görsəndi. Sanki seçilmir kimi görsənir mənə. Düşünürəm ki, digərini seçəcəm, çünki o biraz daha açıq rəngdədir və kombinə rəng qatmış ola bilər. Bu da digər trench coat. Nəsə heç bir düzü ürəyimə yatmadı o qədər də. Bilməm, sanki köynək hər şeyi xarablayır. Sizcə hansı daha qəşəng qaldı? Məncə indi uyğunlaşdıra bildim. Sanki köynək açıqda qalanda daha belə salaş bir görüntü yaranırdı. Amma belə həm daha səliqəli görsənir, həm də indi trench coat rəngi məncə uyğunlaşdı. Çanta olaraqsa bu çantadan götürəcəm. Qəhvəyi tonda olan yeganə çantam. Mən isə təbii ki, yenə də gecikirəm. Gedək bərabər salona. Təbii ki, ilk öncə rəng almaq üçün mağazaya gəldik. Yenə saç ustamla bərabər rəngi seçdik. Düzü bu dəfə o məni yoldan çıxartdı. Biraz fərqli bir tonlarda rəng qoymaq istədik. Seçimimizi də etdikdən sonra gəldik Qala Gözəllik salonuna. Bura artıq mənim daimi məkanım olub. İstər saç makyaj üçün, istərsə də dırnaq üçün hər zaman bura gəlirəm artıq. Saçımıza rəngi də qoyduq. Bu dəfə əvvəlki saç rəngimdən biraz daha açıq tonlarda olacaq. Keçən dəfə qoyduğum saç rəngi biraz qaraya yaxın idi. Bu dəfəki isə qəhvəyi tonlarda olacaq. Hazırsınızsa sizə nəticəni göstərirəm. Düzü əvvəllər açıq tonlara daha çox marağım var idi, amma nə yalan deyim, daha özümə tünd rənglərə yaraşdırıram. Sonda sizə açıq havada rəngi necə görsənir onu da göstərdim. Sizcə necə alındı? Fikirlərinizi yorumda gözləyirəm. Növbəti vlogda görüşənədək.